Hərbi salamın mənşəyi hardan gəlir? Hərbi salam ümumiyyətlə bir çox orduda olur və xüsusilə də 2 əsgər qarşılaşdığı zaman boş əllərini göstərirdilər. Yəni mənim əlimdə silah yoxdur. Həmçinin salam vermək də oradan qaynaqlanır. Yəni mənim əlim silahsızdır, mənə güvənə bilərsən mənasında verir. Əsgərlər belə qaldırırdılar sağ əllərini. Bu sonra siz Romada da bu formada qaldırmaqla nəticələnir. Daha sonrakı dövrlərdə məsələn Orta əsr Avropasında biz görürük ki, dəbilqələrini qaldırırlar, üzlərini bir-birinə göstərirlər hörmət əlaməti olaraq ki, sən məni tanı, mən də səni tanıyım. Sonrakı dövrlərdə görürük ki, İngiltərədə xüsusilə başa əllərini papaqlarına vururlar və baş əyirlər. Yuxarı rütbəli bir zabit gördükdə, bu da hərbi salamların mənşəyi sayılır ki, daha sonrakı dövrlərdə artıq papağa əl olmaqdansa birbaşa bu formada tuturdular. Həmçinin Avstriyada da özünü göstərir, xüsusilə 17-18-ci əsrlərdə və 20-ci əsrdən etibarən artıq bizim bildiyimiz hərbi salam ortaya çıxır. Həmçinin bunun mənşələrindən biri də Polşada olduğu düşünülür. Yəni Polşa, Avstriya ya da ki Böyük Britaniya hərbi salamın ilk vətənlərindən biridir. Daha doğrusu müasir hərbi salamın.